İkinci səbəb Türkiyədə karyera imkanlarının zəifliyidir. Yəni məsələn bir tələbə gedir, tutalım X bir ölkədə təhsil alır. Həmin ölkədə təhsil aldığı müddətdə çox yaxşı olar ki, yəni yarım ştat, part-time olaraq müəyyən bir işdə işləsin və yaxşı olar ki, öz sahəsində işləsin. Ancaq Türkiyədə, yəni belə deyək də, türklərin özləri iş imkanlarından kifayət qədər əziyyət çəkirlər və hansı ki, türk xalqı ən çox xaricə miqrasiya edən xalqların içərisində ilk pillələrdə durur. Yəni bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, bu ölkədə yaşam artıq əvvəlki kimi deyil və yaşam standartları aşağı düşüb, insanlar iş tapmağa çətinlik çəkir, müəyyən qədər özlərini saxlamağa və yaxud da əgər ailələr varsa, ailələr saxlamağa çətinlik çəkirlər və bu ölkədə iş imkanlarının kifayət qədər zəifliyi ilə bağlıdır. Məsələn, tələbə IT oxuyub, gedib hansısa restoranda bartender və yaxud ofisiant olaraq çalışmağı, yəni onun belə deyək də, akademik karyerasına və ya professional karyerasına heç nə qatmır. Sadəcə olaraq pul qazanır və öz xərclərini qarşılayır. Yəni Türkiyədə adətən bu belə olur. Ancaq öz sahələrində işə qaldıqda, yəni bu kifayət qədər zəifdir. Çünki birincisi orada əhali çoxdur və əhali sayı nisbətinə iş imkanları aşağıdır və üstəlik əhali sayı nisbətinə universitet sayı çoxdur. Yəni buna görə düşünürəm ki, bu karyera tərəfdən ikinci böyük mənfisidir.